Hörmətli müəllimlər, 6-cı sinif şagirdləri və müdavimlər. Deməli, çərçivəyə yeni salınmış Su Həsrəti əfsanəsi haqqında sizə məlumat vermək istəyirəm. Biz bilirik ki, Təhsil Nazirliyi çərçivə sənədini yenilədi. Bunun da yenilənməsinə səbəb var idi. Çünki bildirilir ki, Təhsil Nazirliyi çərçivə sənədini məktəb dərslikləri əsasında qurur. Və buna əsasən 6-cı sinif dərsliyi, ədəbiyyat dərsliyi köklü şəkildə demək olar ki, dəyişilmişdir. Və buna əsasən köhnə 6-cı sinifdə olan əsərlər çərçivə sənədindən çıxarılıb, yeni 6-cı sinif dərsliyində olan əsərlər çərçivə sənədinə, yəni hamısı yox təbii ki, əlavə olunmuşdur. Bunların içərisində Şifahi xalq ədəbiyyatına Su Həsrəti, Qanlı Daş, İlyas, sonra Düratın itməyi qolu çıxarılıb, Alı kişi qolu Koroğlu dastanından əlavə olunmuşdur. Təbii ki, İlyas, Qanlı Daş, İlyas nağıldır. Qanlı Daş əfsanə, Su Həsrəti də təbii ki, əfsanədir və orada artıq Çahargah əfsanəsi, Xan Sarayı əfsanəsi çərçivə sənədindən çıxarılmışdır. Və 6-cı sinifdə yeni əlavə olunan əsərlərdən biri Kozetta, təbii ki, Kozetta salınıb və bunun əvəzinə də bir əsər dərs hekayəsi də çıxarılmışdır. Seyid Əzim Şirvaninin Qaz və Durna, Xəlil Rza Ulutürkün Laylay mənim, Nərəm mənim, baxın bu əsər salınıb, Laylam mənim, Nərəm mənim. Sonra Səməd Behrənginin Balaca Qara Balıq əsəri salınıb. Yəni, müəllimlər, bir çox əsərlər, çərçivə sənədinə salınan yeni əsərlər 6-cı sinif ədəbiyyatına əsaslanır. Və təbii ki, adını çəkmədiyim əsərlər də var. Və təbii ki, Dəli Kür, Leyli Məcnun, İskəndərnamə əsərləri çərçivə sənədinə ixtisarsız şəkildə salınması nəzərdə tutulub. Yəni, MİQ imtahanında, təbii ki, sertifikasiyada da belə olacaq. Heç vaxt MİQ sertifikasiya çərçivəsində fərq olmur. MİQ imtahanında bu əsərlər ixtisarsız salınacaq. Yəni, bundan öncə biz 9 əsəri də ixtisarsız öyrənirdik. Bu əsərlər də həmin siyahıya daxil olunub. Təbii ki, Təhsil Nazirliyinin atdığı bu addımı düzgün qiymətləndiririk. Çünki İskəndərnamə kimi nəhəng bir poemanın dərslikdə bəsit verilməsi və yaxud Leyli Məcnun kimi bir əsərin dünya miqyasında tədris olunan bir əsər, Azərbaycan klassikasının incilərindən olan İskəndərnamə, Leyli Məcnun, bu əsərlərin biz bəsit formada öyrənməyimiz, yəni məktəbdə müəllim işləyən bir namizəd bu əsərləri bəsit öyrənməsi düzgün deyildir. Və bunun sırasında da Dəli Kürü əlavə olunması. Dəli Kür də biz bilirik ki, 11-ci sinif ədəbiyyatında çox bəsit şəkildə bizə təqdim edilmişdir. Və o əsərin, bilirsiniz ki, Cahangir ağa obrazı, Cahandar ağa obrazı ədəbiyyatımızda müəyyən bir yeri olan bir obrazın, o əsərin, yəni aparıcı əsərlərdən biridir Dəli Kür əsəri. Cahandar ağanın belə bir bəsit formada 11-ci sinif ədəbiyyatına salınması təbii ki, bu düzgün deyilədir. Və bununla bərabər bir çox əsərlər də bəsit formada salınıb. Bunun sırasında Dəhnamə poeması, bunun sırasına daxil eləyə bilərik Qızılgül olmayaydı poeması çox bəsit şəkildə dərsliyə salınmışdır. Təbii ki, gələcək illərdə bir çox əsərlərin də çərçivə sənədinə geniş formada salınması nəzərdə tutulacaqdır. Və bu illəri Leyli Məcnun, İskəndərnamə və Dəli Kür əsəri geniş şəkildə salınmışdır. Biz indi Su Həsrəti hekayəsinə diqqət edək. Birinci sizə əfsanə, daha doğrusu əfsanəsi, Su Həsrəti əfsanəsi haqqında, ümumiyyətlə əfsanə janrı haqqında sizə məlumat vermək istəyirəm. Əfsanə janrı ümumiyyətlə belə deyək də,
ta qədim zamanlara aiddir. Yəni yaxın keçmişə aid deyil. Məsələn, dərslikdə şagirdə belə bir sual verirlər ki, deyir ki, sizin fikrinizcə əfsanə yaxın keçmişə aiddir, yoxsa uzaq keçmişə? Yəni təbii ki, əfsanələr uzaq keçmişə aiddir, yaxın keçmişə aid deyil əfsanələr. Əfsanə janrının xüsusiyyətləri var. Yəni məna növlərinin qruplaşması var. Onun sinifdə bizə təqdim edirlər. Orada zoonomik əfsanələr var, toponomik əfsanələr var, kosmogonik əfsanələr var. Yəni bunlar haqqında artıq sizin məlumatınız var. Əfsanələrlə nağılların fərqli xüsusiyyətləri var. Ümumiyyətlə, əfsanədir, nağıldır, xalqın həyatı, məişəti, adət-ənənəsi ilə bağlı olur əfsanələr. Əfsanələrlə nağılların oxşar və fərqli xüsusiyyətləri odur ki, hər ikisində sehirli qüvvələr, möcüzəli hallar olur. Bax, diqqətli olun, hər ikisində olur. Nağıllarda həmin bu hadisələr sehirli qüvvələrin gücü, köməyi ilə baş verir. Əfsanələrdə isə söz, arzu, alqış, qarğış sayəsində baş verir. Yəni, əfsanələrdə adı çəkilən yer, qaya, çay, bulaq, maddi varlıq kimi mövcud olur. Nağıllarda isə belə hallara rast gəlinmir. Fərqli xüsusiyyətlərdən biri budur. Biz elə Su həsrəti əfsanəsinə diqqət edəndə, Ceyranın orada arzulaması, Allahdan, Ceyran Tanrıdan özünü daşa dönməsini arzuluyur və biz də onun arzusunu həyata keçdiyini görürük. Amma nağıllarda belə deyil. Nağıllarda müəyyən sehirli qüvvələr vasitəsilə bu hallar baş verir. Deməli, Su həsrəti əfsanəsi, əfsanə həm də janrı epik növə aiddir. Əfsanə janrı aparıcı təhkiyədir, nəql olunur. Hadisələr bizə, uzaq keçmişdə olan hadisələr bizə nəql olunur. Deməli, belə göstərilir ki, Su həsrəti əfsanəsində işğalçıların əlindən canlarını qurtarmaq üçün karvan gecə-gündüz yol gedirmiş. Karvanda yol gedən insanların tuluqlarında artıq deyir, su ehtiyatı çoxdan bitmişdi. Və həmin insanlar o qədər susuzluqdan əldən düşmüşdülər ki, hətta deyir, bir-birləri ilə belə danışmırdılar. Başları da sinələrinə kimi enmişdir, çünki susuzluqdan taqətləri yox edir. Burada tuluq sözünə diqqət çəkilib. Tuluq sözü təbii ki, biz bilirik ki, arxaik sözdür və orada su ehtiyatı, su saxlamaq üçün müəyyən bir qabdır. Bu insanlar öz yurdlarından, yuvalarından qaçqın düşmüşdülər. İşğalçılar bunları, təbii ki, belə görünür ki, işğalçılar bunların yurdlarına basqın etmişdilər. Həmin insanlar da öz yurdlarına, yuvalarından qaçqın düşərək karvanlarla yola düşmüşdülər. Karvan da gecə-gündüz yol gedirdi, dayanmırdı. Qaçqınlar arasında daha çox gənclər var idi. Biz burada ehtimal edə bilərik ki, yəni qocalar yəqin ki, öz yurd yuvalarında qaça bilməmişdilər və onlar düşmən tərəfindən tələf olunmuşdular, gücləri olmamışdır. Adətən müharibə zonalarında belə olur. Yəni qocaların gücü olmur getməyə, gənclərə deyirlər ki, siz qaçın, öz canınızı qurtarın. Belə də düşünə bilərik. Yəqin ki, qocaların qaçmağa, yəni o qədər yolu getməyə gücləri qalmamışdı və yaxud da yolda tələf də ola bilərdilər. Və onlardan ikisi qardaş və bacı olur. Bunlar, qardaş və bacılar, karvanın lap sonunda gedirdilər. Yəni insanlardan axırda addımlayırdılar və ümidlərini üzməmişdilər. Onlar ara bir ümid dolu baxışları ilə irəliyə gözlərini zilləyirdilər. Hardasa ümid gözləyirdilər ki, nəsə bir şey ola bilər. Oğlan görür onun bacısı Ceyran, bacısının adı Ceyran olur. Oğlan görür ki, bacısı Ceyran taqətdən düşüb.
Artıq onun addımlamağa halı yoxdur. Həm də oğlan çox bacısına burada qayğı göstərir. Bacı-qardaş bunların bir-birlərinə daha çox oğlanın bacısına qayğı göstərdiyini görürük və onu özü ilə aparır. Bir neçə gün bunlar yol gedəndən sonra artıq hərəkət etmək daha da çətinləşir. Qız əldən düşmüşdür tam olaraq, gedə bilmir, ayaq üstə tab gətirə bilmirdi bacısı. Əvvəl də bacısı haldan düşmüşdü, amma oğlan özü ilə onu aparırdı. Artıq ayaq üstə də bacı gedə bilmir. Bir neçə gündən sonra bacısı ayaq üstə də gedə bilmir, taqətdən düşmüşdü və həm də külək də əsir. Külək əsir və deyir ki, külək deyir orada narın qum dənələrini qızın saçlarına doldurmuşdu. Və qızın gözləri də yaşlı olur, ağlayırlar təbii ki. Qum dənələri deyir onun gözünün yaşlarına da yəni islatmışdı, həm də ağırlıq gətirirdi. Oğlan bacısından yaşca böyük olur və bacısını qucağına götürür, yola davam eləyir. Bacısını yarı yolda buraxmır. 3 gündə belə gedəndən sonra oğlan da taqətdən düşür, hərəkət edə bilmir və artıq heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi, yəni onun dadına çatmır da, taqətdən düşür və bacısı da təbii ki, huşsuz vəziyyətdə olur. Bacısını yerə qoyur. Və burada Allaha oğlan əl açır. Allaha əl açır və Allahdan kömək istəyir. Burada həm bacısı Allahdan kömək istəyir, həm oğlan Allahdan kömək istəyir. Oğlan Allahdan kömək istəyir və bildirir ki, öz əlini bizdən əsirgəmə Allaha deyir. Biz həm də Allahın oğlanın səsini eşitdiyini görürük. Yəni burada Allah təbii ki, oğlanın səsini eşidir. Uçsuz bucaqsız səhra və təbii ki, o boyda səhrada oğlanın səsinin təsiri deyir, səhra oğlanın səsini uddu burada. Oğlan ağlayır və oğlanın gözündən 2 damla yaş axır. Həmin onun gözündən axan 2 damla yaş yerə düşür və yer aralanır. Burada həmin o yerdən bulaq suyu fəvvarə verir və bulaq yaranır orada. Biz əsərin əfsanə janrında olduğunun birinci təsdiqini burada görürük. Ağlasığmaz hadisələrdə. Biz dedik ki, nağıllarda da olur. Sadəcə olaraq nağıllarda dedik ki, bunlar sehirli qüvvələr vasitəsilə olur. Əfsanələrdə ancaq necə olur? Əfsanələrdə arzu ilə, istəklə. Biz bunu digər əfsanələrdə də görürük. Və bacısının həyatı xilas olunur. Bacısı yəqin ki, sudan içir burada və digər yolçular da yəqin ki, bu sudan ehtimal eləyə bilərik, içib həyatı xilas olunur. Amma oğlanın bu acı tali təbii ki, qaçqınları rahat buraxmır və qəddar düşmən karvanın izinə düşmüşdü. Və düşmən atlıları bulaqdan axan orada gür suyu, şəffaf suyu görüb heyrətlənirlər. Deməli, həmin o düşmənlər bulağı görürlər, heyrətlənirlər. Təbii ki, heyrətlənməli idilər, çünki səhrada heç bir bulaq yox idi. Bu bulaq oğlanın arzusu ilə, istəyi ilə ilahi tərəfindən verilmişdir. Biz təbii ki, Qurban bayramını əlaqələndirə bilərik. İbrahim Peyğəmbər ayağını orada çırpır yerə, yerdən qoçun aralanması, çıxması. Bunlar təbii ki, bu kimi şeylər bizim Quranımızda da öz əksini tapmışdır. Və buradan belə görünür ki, yəqin ki, yer aralanır, oğlan yerin içinə düşür. Belə də düşünə bilərik.
Yəni təbii ki, burada verir ki, oğul qızın həyatını qurtarır. Yəni qardaşı ölür, belə çıxır. Və qəddar düşmən də həmin bu bulağı görür, sevinir ki, su var. Qız burada Ceyran bizim bilirsiniz ki, milli mentalitet, adət-ənənə qadınlarımız həmişə özlərini qorumaq üçün, düşmənin əlinə keçməmək üçün özlərini tələf edirlər, öldürürlər. Bu bizdə nağıllarımızda da baş verir. Qarabağ müharibəsində də bir çox qadınlarımız özlərini öldürüb düşmən əlinə keçməmişdilər və bu bizim mentalitetimizdir. Burada da Azərbaycan mentaliteti öz sözünü söyləyir və burada qadın, məğrur qadın, Ceyran obrazı məğrur obrazdır. Düşmən atlıların yaxınlaşdığını görür, əlini göyə qaldırır. Əlini göyə qaldırır, uca Tanrıdan istəyir ki, ay Allah, məni daşa döndər. Məni daş elə. Qardaşı kömək istəmişdir ki, ay Allah, bizə yardım elə. Əsirgəmə yardımını. Amma bacı deyir ki, ay Allah, məni daş elə. Və düşmənlər də orada görürlər ki, düşmənlər də karvandakı adamlar da gözlərinin qarşısında bu baş verən hadisəyə baxırlar, donub qalırlar birdən ki, Ceyranın ağ paltarlı Ceyran bir göz qırpımında daş heykələ çevrilir. Deməli, burada heyrətlənən həmi düşmənlərdir, həmi karvandakı insanlardır. Göz qırpımında sözünə diqqət etmək istəyirəm burada. Göz qırpımında sözü frazeoloji birləşmədir. Frazeoloji birləşmələr həmişə feil formasında olmurlar. Göz qırpımında, yəni cəld, tez. Ceyran orada göz qırpımında daşa çevrilir. Yəni tez çevrilir daşa. Düşmənlər artıq imkan tapıb, macal tapıb Ceyrana yaxınlaşa bilmirlər. Və düşmən işğalçıları bulaq suyunun da Ceyranın daşa dönməsi ilə əlaqədar həmin o bulaq suyu da bir anlıq quruyur. Quruyur və düşmənlər başlayırlar qışqırmağa ki, su qayıt, su qayıt. Həmin səhrada yenə əvvəlki vəziyyət yaranır. Susuzluq və yəni su təbii ki, quruyandan sonra susuzluq yaranacaq da. Düşmən burada peşman olur fikri yoxdur bizə. Yəni düşmən burada peşman olur, peşmançılıq yoxdur. Biz bunu görmürük. Düşmənin peşman olduğunu görmürük. Və burada bizə verirlər ki, dərslikdə belə bir test formasında bizə veriblər ki, fikirlərdən biri doğrudur. Hadisələr yaxın keçmişdə baş verir. Biz dedik ki, hekayə janrı yaxın keçmişdə baş vermir. Karvandakı insanların arasında münaqişə var idi. Heç bir münaqişə olmur karvandakı insanlar arasında. Onlar canlarını işğalçıların əlindən qurtarıb, deməli, səhraya üst tutmuşdular. Karvandakılar yurdlarından qaçqın düşmüş insanlardır. Bunu nəzarətdə saxlaya bilərik. Öz yurdlarından qaçqın düşmüş insanlar idi də. Bəli, onlar canlarını qurtarmaq istəyirlər. Karvana basqın edənlərin məqsədi qarətdir. Karvana basqın edənlərin məqsədi qarətdir. Qarət düşünməyəcək. Nəyə görə? Onlar işğalçılar idi. Düşmənlərdilər. Qarətçi bəzən düşmən vətənə, ölkəyə düşmən olmaya bilir. Hər hansı bir insanın məqsədi kimisə qarət etməkdir. Amma biz əsərdə görürük axı, işğalçılar ifadəsindən istifadə olunub orada. Ona görə qarət düşünməyəcəksiniz. Susuzluğa tab gətirməyən Ceyran özünə qəsd edir. Ceyran özünə qəsd etmir. Ceyran Allaha əl açır ki, məni daşa çevir. Yəni özü-özünə hər hansı bir xəncər olsun, silah olsun və yaxud özünü qayadan atsın. Yəni elə bir özünə qəsdi yoxdur Ceyranın orada. Sadəcə olaraq Allahdan özünü
deməli daşa çevrilməsini istəyir ki, düşmənlərin əlinə keçməsin. Deməli cavab bizə ən uyğun cavab götürəcəksiniz burada. Karvandakılar yurdlarından qaçqın düşmüş insanlardır. Bunu belə düşünə bilərik. İkinci test bizə nümunə kimi veriblər burada. Karvan əhlini təqib edənlər onların yurduna basqın etmiş işğalçılardır. Elə biz buradan bilirik. Bəli, işğalçılardır. Biri yanlışdır burada. Karvan əhli dinc insanlardan ibarətdir. Bəli, dinc insan olurlar onlar. Qardaşı Ceyranı ölümdən xilas etmək üçün hər fədakarlığa hazırdır. Biz bunu bilirik. O qardaşı Ceyran görür, zəifləməyə başlayır, onu özü ilə aparır. Yəni əlini buraxmır. Əlini buraxmır ifadəsi işlənməyib, amma biz görürük orada hardasa. Sonradan da onu 3 gün qucağında aparır. Öz qolları üstündə aparır. Taqətdən düşəndən sonra artıq o əlini göyə açır və Allahdan imdad istəyir, kömək istəyir. Düşmənə nifrət edən Ceyran onların əlinə keçmək istəmir. Bunun şahidi olduq ki, Allaha əl açıb onu daşa çevirməsini istəyir. Düşmənlər əməllərindən peşman olurlar. Biz burada heç bir peşmançılığı görmürük. Heç bir peşmançılıq görmürük. Sadəcə olaraq düşmənin sonda onların təəccüblərini biz görürük. Onlar həmi Ceyranı görürlər ki, Ceyranı görürlər daşa çevrilir. Həm də onların təəccüblərini biz quyunun, həmin o bulağın yaranmasında, bulağın qurumağında, bulağın daha doğrusu yaranmasında, bulağı görəndə biz onların təəccübünü görürük. Diqqətiniz üçün təşəkkürlər.